Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə nə qədər dövlət rüsumu təyin olunub? Yetkinlik yaşına çatmayan, əcnəbi və vətəndaşlığı olmayan şəxslərə ölkədə daimi yaşamaq üçün icazə vəsiqəsi 60 gün ərzində verildikdə və ya müddəti uzadıldıqda 150 manat, 50 gün ərzində verildikdə və ya müddəti uzadıldıqda 200 manat, 40 gün ərzində verildikdə və ya müddəti uzadıldıqda 250 manat, 35 gün ərzində verildikdə və ya müddəti uzadıldıqda isə 300 manat məbləğində dövlət rüsumu nəzərdə tutulmuşdur. Qeyd edək ki, itirilmiş daimi yaşama icazəsi vəsiqəsinin yenidən verilməsinə görə dövlət rüsumu 20 manat məbləğində müəyyən olunub.